Berlindən hamıya salamlar. Bugün Sevgi qardaşının məktəbində keçiriləcək yay festivalına dəvətlidir. Amma mütləq özü ilə Azərbaycanın milli şirniyyatlarından birini aparmalıdır. Bunun üçün nənənin köməyinə ehtiyacımız var. Nənəgilin binasına girən kimi hamı, bütün qonşular xəbər tutur ki, Sevgi gəlir. O qədər haray həşirli girir ki, hamının xəbəri olur. Evə çatan kimi bütün oyuncaqları yerə səpələyir. Xoşu gəlmir. Əgər oyuncaqlar yerində səliqəli duranda mütləq dağınıq olmalıdır. Artıq qərar veririk nə bişirəcəyimizə, şəkərbura bişiririk. Sevgi ilə bizə kolay gəlsin. Artıq həmirimiz hazırdır. İndi keçirik kündələrə. Kündəliyib nənə köməkliyi ilə. Mən burada dünyada bir ilkə imza ataraq Albert Einstein'ın adını yazıram şəkərburanın üstünə. Şəkərburalar artıq hazırdır. Burada Sevginin oynamağına başımız qarışır. Şəkərburalar 2 dəqiqə artıq qalır sobada. Onun üçün şəkərburalarımız olur qırmızı üstü, qızarır. Amma heç nə olmaz. Əsas məsələ içi qəşəng bişib, üstü qızarıb aparacaq milli şirniyyatımız hazırdır. Kim nə bilir ki, onun üstü qırmızı olmalıdır ya ağ qalmalıdır. Yollanırıq burada məktəbə. Avtobusda da yenə artıq çatdıq məktəbə. Görənlər deyir ki, bu şirniyyat yox, sənət əsəridir. Çox möhtəşəmdir dadı, hamı bəyənir. Ən bahalı